Rəhman və Rəhim olan Allahın adıyla. Bəqərə surəsi 4-cü ayə. Bismillahirrahmanirrahim. Vəllezine və o kəslər ki, yu'minunə iman gətirirlər, yaxud iman gətirərlər. Bimə, bi, aə, mə, o şeyə və yaxud o şeylərə burada cəm formada da gedə bilər. Hal-hazırda burada tək formadadır. Bimə, o şeyə ki, unzilə, nazil oldu. Yəni, nazil olunana, nazil olunan şeyə, yaxud göndərilənə, yaxud göndərilən şeyə. Belə də demək olar. Yəni, Qurandan söhbət gedir burada. İləykə, ilə tərəf, aə şəkilçisi, kə də sən, yəni sənə tərəf, yaxud da sənə. Və bağlayıcı, mə o şeylərə, unzilə, nazil olundu. Yəni, nazil olunanlara kimi gedir, yəni göndərilənlərə. Burada mə cəmi də bildirər, təki də demişdik, burada hal-hazırda cəmdədir. Min, damdən şəkilçisi, qabl, öncə, kə, sən deməkdir. Qabl sözü öncə, əvvəl, qabaq, bu formada demək olar. Min qablikə, yəni səndən öncə, səndən əvvəl. Burada da səndən öncə deyəndə, burada kitabdan söhbət getdiyi üçün, ona görə cəm formada götürürük. Çünki Qurandan öncə gələn kitablar var. Və bağlayıcı bil-əxirə. Yəni, burada da, biz demişdik ki, şəkilçidir ki, hər bir formada ola bilər ki, burada da dadə şəkilçi kimi qeyd olunub ki, Azərbaycan dilinə daha rahat tərcümə edə bilək. Əxirə, yəni axirət və axirətdə də, yaxud da və axirətə də daha doğrusu, hum, onlar, yuqinun, yəni yəqin sözündəndir, yəni yəqin edirlər, yəni inanırlar. Axirətə də onlar inanarlar, inanırlar. Burada hum sözünü əsil, hum özləri, hum onlar, hum şəksiz kimi də tərcümə edə bilərik. Ümumi tərcümə belə oldu ki, və o kəslər ki, sənə göndərilənə, sənə nazil olunana, yəni Qurana və səndən öncə göndərilənlərə, nazil olunanlara iman gətirərlər. Axirətə də onlar yəqin edərlər, yəni inanarlar. Burada demişdik ki, 3-cü ayənin davamı kimidir 4-cü ayəmiz, izahıdır və yəni burada mövzu, yəni yadımıza salaq, yəni ki, 3-cü ayədə qeybə inanmaqdan söhbət gedirdi. Burada isə 4-cüdə davamı, yəni necə ki, Qurana inanırıqsa, ondan öncə gələn kitablara da, yəni Peyğəmbərimizə sallallahu aleyhi və səlləmə Qurani Kərim, ondan əvvəlki peyğəmbərlərə, 124 min peyğəmbərə, ya ümumiyyətlə Peyğəmbər sallallahu aleyhi və səlləmdən öncə gələn bütün peyğəmbərlərə hansı kitab göndərilibsə, onların hamısına inanmaqdan söhbət gedir ki, bunlara inanan, təbii ki, axirətə də inanar. Yəni, axirət, yəni dünyamızı dəyişəndən sonra həyatdan söhbət gedir. Yəni, axirətə inanmaq bizə çox kömək olur bu dünyada ki, biz hədəfimizi bilək və ona uyğun davranaq və ona uyğun da əməllərimizi icra edək. Əgər bir insan axirətə inanmasa, bir insan axirətini yüngül saysa və yaxud diqqətə almasa, ona daha ciddi yanaşmasa, bu zaman onun bu dünyada belə deyək, istədiyi hədəfə yəni çatmaq üçün axirətdə heç bir əməl etməz. Artıq hər istədiyini edər. Nəfsi ona nə əmr edərsə onu edər və axirətindən qalar. Və bir insan bilməlidir ki, axirətdə hər bir etdiyi əməlin ya cəzası, ya da ki, mükafatı, əcri var. Və ona görə biz görmüşük ki, elə insanlar var ki, bu insanlar Allaha da inanır, peyğəmbərlərə də inanır və mələklərə də inanır. Lakin axirətə mərifətləri yoxdur ki, tam formada inansınlar. Çünki mərifətləri olsa, artıq əməllərinə də ona uyğun edərlər. Və ona görə də onlar da, yəni dildə desələr də, həqiqi iman gətirən şəxslərdən deyil. Allah hamımızı hidayət etsin. İnşallah. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.